Ceyran elə dayanmır, Quran and olsun Ceyran dayanmır. Abla kimə deyək dərdi Ceyran? Əl çək. Əl çəkmir də bacı, əl çəkmir. Heç kimin əl çəkmir. Əl çəkmir, bu Ceyran əl çəkmir heç kimin. Dirəşi bir, Ceyran əl çək. Ceyran heç kimdən üçün olmasın, acımasın. Deyin gəlsin də mənim canlıma. Nazlı, gedin deyin ki, Aslana gəlsin qoşulsun canlıma. Görək dərdi nədir, mən də qoşdum gedim onlara, ATV-yə, onlarla. Allah hamd olsun. Nə deyir, bir dənə qayd edin də, nə deyirsə. Salam aleyküm, necəsiniz xanım? Yaxşı olasınız. Vəziyyətiniz, adınız? Buyurun, eşitirəm. Siz Aslanın yoldaşı diyorsunuz xanım. Bəli, nə olmuşdu? Hiç ne, şeyde gördüm, yani dedim, oxşatdım ona göre. Dərsən, nə var, nə yox? Sağ ol, sen necəsin ay? Az nətər olacaq, Ceyran imkan verir ki, bacı, imkan vermiş ki, yaşamaq. Niyə bacı? Az Niyə? əl çəkmir, oğlu pisdir, yaxşı da ailə qurub, bacı. Əl çəkmir onlardan, ya məndən, ya onlardan. Hə, səhərdən indi Aslan deydi, indi bilmirəm hansı qadın girmişdi. Hə, deyir, nə qədər deyirəm mama gəl evə, gəlmir. Nə qədər dedi, çıxardıblar evdən, yo, ev pulu verə bilmirəm. Sən haradasan ki? Mən gəlim var, onlarda qalıram. Və işdən çıxıbsan, ha? Hə, biraz nasazam deyənə. Niyə qızım? Bir müddət olmaz mən işləmək. Hə, indi deyir, gəl. Yox deyir ki, yox deyir, mən deyir, buraxmıram evimə. Abla, evi yadı yoxdur, yazıq uşaq deyir, gəlim qalımdan, rayonda. Mənə bax, sən işdən niyə çıxdın ki, ay gün? Sən lazım Ceyran. Ceyran var yoxuna, başa düşdün? Mənim ağzımı açdırma da. Ceyran yoxdur da bacı oğlunun evini. Mənə bax, bibi qurban. Sən indi hardasan? Mən qalıram da yerdə, sağ olsunlar. İşdən niyə çıxdın bə? İşin başını bırak, iş vaxtı deyil. Mən ATV-yə çıxacam, Ceyranı pox qoyacam ağzına. Əl çəkmir də bizə. Nə tər adam deyə. Elə ona görə o vaxtı Qurban da ondan yola. Qurban bilirsən o vaxtı ondan nəylər deydi. Nə oldu Aynurəni etdi daha boşamadı. Aynurya can deyir, can eşidir. Elə o elə 2 dənə uşaq dünyaya gətirəcəyin şey. Uşaq dünyaya gətirməklə deyir, ana olar. Uşağı dünyaya gətirməklə. Allah haqqı mənim yoldaşım da deyir, ey faal günü. Ön deyirəm abi sənlə yoldaşımı. Baxırsan elə bu kokladı sıfatı. Mən deyirəm, gör utanasan səni. 5 dənə, 6 dənə arvad daldı, yenə bu zatdan əl çəkmədə. Sən kişisən axı, dur da arvad dilənər. Amma kişi dilənməz axı. Bax, yenə də indi oturub bu dəqiqə inansa pul istəyir. Hər ayda Allah'da bir dəfə deyir uşağım var, onun üstə, bir dəfə deyir maşınım. İnsan nə qədər yalan danışar. Hə, nə qədər yalan danışar az. Yox, Aslan üçün heç nə demir, günah anasındadır. Nə bileyim, Aslan öz də pis oğlandır. Adam baxır yazlığı da gəlir. Yox, Aslanın atası yer durmur, bacı. Ana öz keyfində, damağında. Qurban yaxşı eləmir də. Çox vicdansız adamdır. Qurban yaxşı eləmir. Prosta Möhsəndə işləyirəm, mən onu görmürəm. Görsəm mən onu bir deyirəm, nə olar? Ata səni dünyaya gətiribsən. Nə olar? O da sənin bir quyruğun ucu. Deyəsən sən də bir köməklik elə. Sən də bir din ay belə yol belədir. Yola o qədər dedin ay gündən də ayrıldı. Ged bir atasan da. Ged sən də biraz köməklik elə. Prosta görmürəm bunu. Sənə səs atırdı. Acım sənə səs atırdı. Acım, doğrudan işdən niyə çıxdın sən bir gün canı? İşdən bir müddət olmaz da, biraz nasazam deyənə. İndi elə bir ailədəyəm ki, Seyid ailəsidir. Mən hələ ki işləməyəcəm bir müddət. Soyuq deyib.
Nə bilim ay Aygün. Sənin talihin, bəxtin niyə belə gəldi bilmirəm vallahi. Yazmağa. Allah, mən də əlim üzümdə qaldı. Qurunan yox. Ancaq mənim bir dənə quru canım var. Quru canımı istəyirlər ay bacı. Ay adı iz. Ölərəm mən bir dənə elə şeylər yazmaram. And olsun Allaha. Nə üçün yazırsın? Nəyə görə yazırsınız ki? Atanı yeyə durmadı, nə eləmədi. Yekə adamsınız, yekə insansınız. Dəstək olursa olun, olmursunuz, başqa artıq sözlər yazmıyor. Hə. İşləri gücləri ancaq Aygün. Nə bilim, Allah Teala da sənə bir gözəl yazı yazar, bəxt yazar, inşallah. Hamısından yaxşı olar. Hamısından. Özünü görmür. Kör Bu döysən, Allah- keçər döysən. Arvad yalandan zırıldamaqla deyir, ağlayır, özünü öldürməklə deyir. ATV-də deyirsən. Yaxşı Ceylan, özünə yığış. Yığış özünə. Bəs sən ki. Hə. Neynə? Yenə səbirli ol, neynə? Evi yoxdur, indi yaşlı arvaddır, bilmir də ağlı ora qədər işləyir. Səhərdən indi Aslan da anasından danışırdı, başqa bir dənə arvad girmişdi xəttə. Der nə qədər deyirəm ki, məndən qalmır, heç bir. Der gəlinlərin hamısını heç birini bəyənmədi. Bilmədim, gedib bunu hansı gəlin alasan ki, onunla bəyənə, ondan sonra onu özünə gəlin eləyə. Səhərdən indi ona qulaq asıram. Prosto şey oldu, adı nə deyək? Çıxdı xəttdən. Ceyrana zəng eləyəcək, gəl bizdə qal. Evdən deyəsən çıxardıblar onu, bilmirəm nəyə görə çıxardıblar. Ev pulu verəməyib çıxardıblar. Amma Ceylan nə istəyirsiniz? Ceylan deyil aləm poxlayan. Allah. Allah ki o günaha nə qədər batıb. Biz yaxşı. Qurunaq ki. İnsan bu qədər adam nətər nankör oları. Tabi o pisdir, bu pisdir, o burası pisdir, bəsdir. Hadi biri pisdir, ikisi pisdir və üçüncü də Az pisdir. yaxşı da. Basıb da. Saya gedir oğlu. Ağlı olun. Kimsə təhqir eləməyin burada. Nasıl xeyir? Bilirsən? Axşam xeyir. Necəsən ay Aygün? Aslanın pulu olsa, aslan hamısına yaxşı oğlandı. Ürəyi təmiz, prosta Aygün, pulu yoxdur, necəsən? partlayır. Yaxşı olasın. Həsəbinlə. Ceylan imkan Az bir verir. gözləyin. Aslan 5 belə saatdır deyirəm axşam xeyir eşidirsiniz məni. Heç kimin ailəsini qarışdırmır. Ceyran. Ceyrandadır problem. Ceyran Allah Anın aparsın. çəkmə. Sakitcə. Məryəm. Hə, Necəsiz, Məryəm. nətərsiz? Haycan, basır olsun, Az basır oğlunu qalasın. qoymur yaşamağa. Məni bir yanına çıxım, ATV biabır eləyim onu. Ben sizin bana. Hə. Ev çəkmir də bacı. Boşandırdı, özü boşandırdı. Deyir, günah məndə deyil. Sənin ailənin elə olsun, qarıxıyır. Sən elədin də, kim isti yuvasından olar? Əyri oturaq düz danışaq da. Biz ondan, Aslandan yaxşı ailə idik. Azdan çoxdan dolanırdıq da. Sən hər şeyə burnunu soxdun, hər şeyə qarışdın, toxa döndərdin. Düzdür. Allaha and olsun düzdürsən. Aslan özü deyir, mən o həqiqətən onun pulu olsa, o hamısına yaxşıdır. O pulsuzluq onu o günə qoyub. Allah ki çox gözəl insandır. Yox, deyirlər ki, Ceylan yanında qalmışdı. Ceylan yanında borcudur mənə baxmağa. Ona görə ki, o ayırıb məni bədbaxt elədi. Mənə bax Aygün. Aygün. Qoy bir dənə bibi sənə. O Aslan o qızla yaşayır, ya ayrılır. Yox, ailəsidir. Allah onlara övlad payı versin. Niyə versinlər? Mən evladı olmağı düzdür. İnşallah. Yəni var da. Hə. Allah ürəyimə görə versin. İnşallah sən üçün də yaxşı olar. Nə olacaq? Aygün görür nəsə. Niyə güldün bə? Yalan desə, ya məzələni üzə məndən. Sən burada. Düzdür. İnşallah izləmədə qalın. Aygün inşallah tez bir zamanda, inşallah. Novruz bayramına kimi izləmədə qalın. Bizimlə səndə yeni yeniliklər olacaq.
İnşallah, inşallah. Allah sana bir tane qəşəng yer, oğlan yetirsin. Mən sənə bir tane muştulu pula, hey, mənə bax, hey, mən sənə bir tane muştulu pula ataram kartuva. Elhinden. Yo. Yo, mən ona demişəm, yaxşı oğlan tab ağıllı. Atacağım, ürəyimdən nə qədər çıxsa atacağım o kart. İnşallah Onun özünə evladınla demişəm. bir yerdə. İnşallah. Hə, bax birinci muştuluğu məndən alarsa, mən sən kartuva, ürəyimdən nə qədər çıxsa atacağım kartuva. Amma düz olsun. Yalancı olmasın, fırıldaq olmasın. Tək Ay istədikləri gün dedin kim çıxacaq orada? Hı? Dedin kim çıxacaq evladıyla? Mən. Bu. Hə gün. İzləmədə qalın. Çok. İzləmədə qalın. Ay maşallah. Allah xoşbəxt eləsin. Mən şəxsi həyatı burada demək istəmirəm də, yəni izləmədə qalın. Ay, bəlkə də, yo, uşaq olar, bəlkə də belə də sevdiyi oğlanla çıxacaq. Ola bilər. Yo. Onu heç vaxt reklam eləmirəm. Hə, nə bilim onda. Yazıqlar ki, ay günlərə gedib. Yazıqlar ki, ay günlərə gedib. Çıxsam evladımla çıxacam. Gene de haber ederdik. Çıxsam evladımla çıxacam, gedib Zağır babasını görməyə. İnşallah. O vaxtı yadındadır. Dedilər ki, gün uşağı var. O vaxtı yadındadır siftə dəmlərdə. Dedilər aparıb qoyub interneta. Nə bilim, bəlkə də vardı, nə bilim. Oğlum ben de işitmişim. Sen sorun. Amma mən sevinərdim ki, ay Allah, nə olar olaydı. Elə o uşaq olaydı. Nə bilim. İzləmədə qalın siz. Ancaq izləmədə qalın. Mən onsuz da baxıram. Mən Zara inanarsan, işdən indi gəlmişəm. Mən saat 6-da, 6-ın yarısı evdə oluram. Mən bir dəqiqə keçirtmirəm də Zarı, yəni bir dəqiqə də baxıram. Ne oldu? Kesin ben halamı anamı tekrar eləməsin. Tamam, onu götür onu. Ay gün səhərki düzəldi. Hə? Səhərki dediyim düzəldi. Yox hələ. Kesin ben deyirəm halamı. İzləmədə qalın. Acil yeni isti xəbərlərlə bizimlə səndə olacaq. Gözləyir. Bəzi adamlar səhərə qədər yatamayacaq. Görəsən onlar istəyir. Yatmasınlar. Acil dəlidir mi həyatını reklam eləsin? Heç sual. O adamın yüzünü görməyəcəksin. Deyir gəl belə bəzəni çıxma yollara.